Aha. Konstitusiyamız neçənci ildə qəbul olunub uşaqlar? Cari konstitusiyamız. 95-ci il. 95-ci ildə. Noyabr ayının 27-sində 12 12. noyabr qəbul olunub, 27 noyabr qüvvəyə minib. qüvvəyə Aha, minib. bəli. Neçənci illərdə konstitusiyamıza dəyişikliklər olub? 2002, Hı -hı. 2009, 2009, 2016. 2016. Əla. Neçənci ildə əlavələr olub? Yəni konstitusiya qanununa əlavələr. 9, 16. Ay, 9. proseslər 7 ildən bir baş veribdi, amma bunun belə bir Bəli. tarixi bir, yəni konkret Təsadüfi. olaraq qaydası yoxdur. Sadəcə o təsadüf. Bəli. Hansı ifadə ilə başlayır konstitusiyamız? Azərbaycan xalqı. Azərbaycan xalqı. Əla. Preambula hissəsidir bu hissə, düzdürmü? Heç bir hüquqi Preambula, qüvvəyə yəni malik giriş deyil. hissədir. Bəli, heç bir hüquqi qüvvəsi yoxdur. Müsahibə üçün də yadınızda saxlayın. Burada 6 dənə ülvi niyyətimiz var, bəyan etmişik xalq Bəli. olaraq. Düzdür, test imtahanda heç vaxt düşməyib, düşmə ehtimalı var. Çünki konstitusiyanın tərkib hissəsidir, amma ən azından müsahibələrdə bunu bilmək lazımdır. Hətta sayına qədər də soruşurlar. Verginin müsahibəsi olsun, dövlət qulluğunun müsahibəsi olsun, xinin müsahibəsi olsun. Yəni konstitusiya hansısa bir yəni proqramda varsa mütləq, yəni soruşma ehtimalları var. E, Neçə bölməsi var konstitusiyamızın? 5 bölmə, 5 bu 12 fəsil. fəsil. Aha, 158 maddə. 158. Aha. 6 müstəqil olmayan 2016-cı ildə əlavə olunmuş əlavə maddələr, bir də 12 dənə keçid müddəa. Müddəalar. Aha, yəni 12 fəsil, 12 keçid müddəa, düzdürmü? Mhm. İlk fəsilimiz, ilk bölməmiz adlanır ümumi müddəalar, hansı ki, bu günlərin bu bölməni fəsilləri var. təkrar eləyəcəyik və ilk 23 maddəni əks elətdirir. Birinci fəsil ilk 6 maddəni özündə əks etdirən xalq hakimiyyəti fəsilidir. Hakimiyyəti İkinci fəsil isə maddə Dövlətin 7-dən əsasları. 23-ə qədər, bəli, dövlətimizin əsasları. dövlətin əsasları. Dövlət hakimiyyətinin yeganə mənbəyi kimdir? Azərbaycan xalqı. Bəli. Xalq deyəndə Emil, kimlər nəzərdə tutulur? Azərbaycan Respublikasının ərazisi, ondan kənarda yaşayan, Hı -hı. Azərbaycan dövləti və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikasının vətəndaşları. Bəli, bir var Emil. Dünya Azərbaycanlıları, bayaqlarım dünya görüşündən də Bəli, izah elədim. Düzdürmü? O başqadır. bəli, Dünya Azərbaycanlıları hamısı Azərbaycan Respublikasının vətəndaşı deyillər. Düzdürmü? bəli. Azərbaycan vətəndaşı o deməkdir ki, sən dövlətə, onun qanunlarına nəsən? Tabe sayılırsan. Tabesin. Oldu mu? Aha. Yəni Bəli, səni belə baş deyək də, Azərbaycan Respublikasının vətəndaşı kimi identifikləşdirən şəxsiyyət vəsiqən varsa, düzdürmü? Ən bəli, azından bu varsa, iş pasportun olmasa da ola bilər də, xarici pasport. Artıq sən vətəndaşsan və konstitusiyada deyir ki, sən Azərbaycan xalqısan demək ki, düzdür? Bu isə beynəlxalq hüquqla bəli. müəyyənləşdirilmiş normalarını nə etmir uşaqlar? Nə İstisna etmir? Cinayət. etmir. Fatimə, Etmir. xalqın suverenliyi nədir? Suveren hüququ. Sərbəst və müstəqil öz Bəli, müqəddəratını həll etmək və öz bəli. idarə etmə formasını müəyyən etmək Azərbaycan xalqının süni hüququdur. Suveren Bəli. hüquq. Öz Aha, süni suveren hüququndan hüququmuzu da iki yerə bölünür. Düzdürmü bəli, Fatimə? Bir, ümumi səs referendum. vermə, bir də referendum. Bəli. Ümumi Referendum. xalq olaraq gedirik referenduma. Hər hansısa bir məsələ ya hə deyirik, ya yox deyirik. Ya da ümumi xalq olaraq gedirik seçkiyə. Düzdürmü? Yəni, Aha. Ümumi bərabər birbaşa seçki hüququ birbaşa seçki əsasında, hüququ, sərbəst aha, gizli şəkli səs vermə yolu ilə seçilmiş nümayəndələr vasitəsilə həyata həyata keçirilir. keçir. Yəni hansısa bir nümayəndəmizi seçir. Məsələn, parlamentdə deputat seçirik, bu bizim nümayəndəmizdir. Bəli. Düzdürmü? Prezident Dövlətin seçirik, başçısı idarə etmək bələdiyyə, üçün prezident seçirik, bu bizim nümayəndəmizdir. Düzdürmü? Mhm. bəli. Yaxşı. Hansı məsələləri ümumiyyətlə xalq olaraq referendumla həll edə bilirik? Öz hüquqları və mənafe ilə bağlı. Hüquqlar və Bəli. mənafelərlə bağlı məsələlər Aha. referendum. İndi Rəna, hansı məsələlərdir ki, xalq olaraq yalnız referendumla həll edə bilirik? Konstitusiyanın qəbul edilməsi və Hı. ona dəyişikliklərin edilməsi, Ay, bir də dövlət sərhədlərinin Dəyişdirilməz. dəyişdirilməsi. deyə bilərikmi? Konstitusiya əlavələr yalnız referendumla edilir. Xeyr. Səhvdir. Düzdür, Rəna? Evet. Aha. Əlavə həm referendum, həm
də konstitusiya qanunu ilə olur. Hayır. Demək, konstitusiya əlavələri yalnız referendumla desək səhvdir. Çünki deyirsən, axı konstitusiya qanunu ilə dedilər. Düzdür, gözəl. Mhm. Bəs, Rəna, hansı məsələlər referendum ümumiyyətlə çıxarılmır? Yəni, xalqın burada sözü dinlənmir, belə deyək. Vergilər və nə? Dövlət büdcəsi, amnistiya, Müddəsi. əfv etmə, Gəlir. sonra seçilməsi, təyin edilməsi, təsdiq edilməsi, Qanunverici və icra hakimiyyəti Bəzi orqanları. hakimiyyət. qanunvericiliyə İlk olaraq qanunverici, icra və və icra hakimiyyət orqanlarının səlahiyyətinə aid edilmiş aha, və ya icra hakimiyyətinin səlahiyyətinə aid edilmiş vəzifələrin nəyi? 1. Seçilməsi seçilməsi, təyin edilməsi ya Təyin edilməsi. təyin və təsdiq edilməsi ya da təsdiq edilməsi. kənarlaşdırılması yox, azad edilməsi yox. Nə? Seçilməsi, təyin edilməsi, bir də nə Fatimə? Təsdiq edilməsi. və təsdiq edilməsi. Qanunverici icraya ya birinə ya da hər ikisinə aid edilən. Oldu? Kim tərəfindən qanunverici icra? Məsələn, xalq tərəfindən yox. Məsələn, desək ki, prezident vəzifəsi, yəni kim olub olmaması referenduma çıxarıla bilər? Bəli. Məsələn, ola bilər ki, bir nəfər gedib namizədliyini verəcək. Burada seçki keçirəcəklər, Fatimə. Seçki nə deməkdir? Elə bil hamımızın içində kimsə seçirlər. Düzdür? Amma bir nəfər namizədliyini irəli sürsə, burada artıq nə Ya deyəcək? hə, ya yox. Bəli, yəni ya hə, ya yox, ya da bu da nə adlanır? Referendum adlanır. Düzdür? Ona görə də uşaqlar, burada söhbət deputatlardan falan getmir. Ha, prezidentdən getmir. Qanunverici icra. Məsələn, qanunverici hakimiyyəti ombudsmanı seçir. Bu məsələ referenduma çıxara bilməz. Qanunverici hakimiyyət, məsələn, təsdiq edir hakimlərin vəzifəyə təyin edilməsini, hansı konstitusiya ilə apellyasiya. Və yaxud da icra hakimiyyətindən prezident digər ümumi ixtisaslaşmış məhkəmə hakimlərinin təyin edilməsini. Yəni bu kimi məsələlər referenduma çıxarıla bilməz. Xalq tərəfindən seçilən, təyin edilən, təsdiq edilən yox. Aydın oldu? Xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəs xalqı təmsil edə Bilməz. xalqın adından danışa bilməz. Bilməz. Xalqın adından müraciət edə bilməz. Düzdürmü? Mhm. Xalqın vahidliyi nədir Güney xanım? Xalqın vahidliyi nədir? Deməli, onun suveren Azərbaycan xalqı vahiddir. Azərbaycan Xalqın vahidliyi. xalqı vahiddir. Vahidli Azərbaycan dövlətinin təməlini təşkil eləyir Aha. və Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Aha. Azərbaycan Respublikasının prezidenti xalqın vahidliyini təcəssüm etdirir. Hansı maddədədir? Xalqı təmsil etmək. Yox, dövlətin başçısı. Dövlətin başçısı. Maddə 8. Düzdürmü? Azərbaycan ərazisi vahiddir. Demək, ərazi. Əla. Ərazi. Ərazi maddəsinin, yəni 11-ci maddə. Düzdürmü? Evet. Yaxşı. Azərbaycan xalqının vahidliyi dövlətin təməlini təşkil edir. Deməli, xalqın vahidliyi. Görürsünüz, neçə dənə vahid sözü dedik, amma fərqli-fərqli maddələrdir. Düzdür? Mhm. Evet. Yaxşı. Azərbaycan xalqının heç bir hissəsi hakimiyyətin həyata keçirməz səlahiyyətini mənimsəyə bilməz. Cümləm düzdür? Bəli. Heç bir Bəli, hissəsinə bəli. Belə parçalayıb vermək olar. Bəli. Ümumiyyətlə Azərbaycan xalqını, yəni ümumiyyətlə heç bir təşkilat Azərbaycanda hakimiyyətin həyata keçirməsi səlahiyyətini mənimsəyə bilməz. Bəli. Çünki hakimiyyətin mənimsənilməsi Xalqa qarşı əməqə Xalqa qarşı əməyə cinayətdir. 6-cı maddə toxunulmaz maddədir. 1-ci maddə hakimiyyətin mənbəyi, toxunulmaz maddədir. Toxunulmaz maddədir. 1, 2, burada 6. Birinci fəsildə 3 dənə, 6 dənə maddədən 3 dənə maddə nədir uşaqlar? Toxunulmazdır. İndi kim deyər? Toxunulmaz deyəndə biz nə deyirdik? Yəni dəyişiklik oluna bilməz. olma bilməz, əlavə olma bilməz. Konstitusiya qanunu ilə əlavə olmaz. Düzdür?
Ləğv Bəli. olmaz. Düzdür? Bəli. Aysa. Demək, birinci fəsildə 6 dənə maddə var. Onun 3-ü nədir? Toxunulmazdır. Aysa. Hansı Toxunulmazdır. maddələrdir? Hakimiyyətin 1, 2, Mənbəyi. 6. mənbəyi, xalqın, aha, hakimiyyətin mənimsənməsinə Yol verilməsi. yol verilməsi yazar Yol verilməməsi. ölməmişlər. Yol Verilməsi. verilməməsi. Verilməməsi. Fikir verəsiz? Bu maddə adı düşən kimi hansısa bir suala münasibətdə sonluğuna fikir verəsiz? İnşallah. Sonluğuna fikir verməyəni böyük cəza gözləyir. Yaxşı, küsəcəyik ondan. Hı -hı. Oldu mu? Demək, uşaqlar, toxunulmaz maddələrimizi də öyrəndik. Düzdür? Hı -hı. Qalan maddələr 4-dür, 5-dir, 3-dür, 4-dür, 5-dir. Bunlara dəyişiklik də edə bilərik. Düzdürmü? Ləğv edə bilərik. Bir dənə konstitusiya qanunu ilə əlavə edə Əlavə edə bilmərik. Aysa. Niyə? Çünki birinci bölmədə heç birisinə konstitusiya qanununa əlavə etmək olmaz. Düzdür? Bunu da təkrar eləmiş olduq. Keçdik ikinci fəsilimizə. Dövlətin əsasları. Məsələn, uşaqlar, Təbrizə sizə müsahibədə belə bir sual verəcək ki, dövlətin əsasları nədir? Sən də deyəsən ki, ay Allah, bu nə əndrabadi sualdır mənə verir, amma orada əndrabadilik heç nə yox. Sadəcə olaraq 7-dən 23-cü maddəyə qədər hansı maddənin adı yadınızda qalsa onu deyirsiniz. Yəni uşaqlar, bir dövlətin üçün ləman var oluşu üçün nə lazımdır? Birinci, Azərbaycan dövləti öz olmalıdır. Dövlətin Bəli. başçısı olmalıdır, silahlı qüvvələr və s. Oldu mu? İndi gəlin biz də bunu testimizə uyğun olaraq ləman niyə şərh eləyək? Məsələn, Azərbaycan dövləti ləman necə respublikadır qızım? Hüquqi, demokratik, unitar, dünyəvi respublikadır. Aysa. Hakimiyyət Azərbaycanda məhdudlaşır, yoxsa kim nə keyf istəyir onu eləyir? Xeyr, məhdudlaş. Daxili məsələlərdə yalnız hüquqla, Yalnız hüquqla, əla. bəli, xarici məsələlərdə isə tərəf çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla. Yenə də yalnız. Yalnız, Düzdür? bəli. Aysa. Bəli. Məsələn, Günel müəllim girib sizin dərsinizdə indi dünya görüşü keçə bilər. Öldürərsiniz, mən boğarsınız, desə, ay müəllim, mən burada dünya görüşü dərsinə daxil olmamışam. Niyə daxil olmuşam? Qanunverici. Aysa, demək mənim hal-hazırda dərs deməyim nə ilə məhdudlaşdı? Sizə qanunvericilik tədris etməklə. Düzdür qızım? Bəli. Aysa. Aha, yəni mən keyfim istədiyi dərsi indi burada sizdə keçə bilmərəm. Məni öldürərsiniz. Haqqınız da olar. İndi bu hakimiyyət də, məsələn, qanunverici icra məhkəmə nə istəsə edə bilməzlər. Onlar hüquqa baxırlar və yalnız hüquqla işləyirlər. Xaricdə də gedəndə yenə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilələr. Aydın oldu? Və dövlət hakimiyyəti necə təşkil olunur? İmtahan sualı olub bu. Hakimiyyətlərin bölünməsi prinsipi. Hakimiyyətlərin bölünməsi. Əla. Qanunverici hakimiyyəti kim həyata keçirir? Milli Məclis. Məclis. Aha, icra hakimiyyəti hansı subyektə mənsubdur? Prezidentə məsul. Prezident. Məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının Məhkəmələr həyata keçirilir. ləri. Əla. Və ümumiyyətlə bu hakimiyyət qolları necə fəaliyyət göstərirlər? Qarşılıqlı fəaliyyət. Qarşılıqlı fəaliyyət. fəaliyyət Öz göstərir və öz fəaliyyətlərindən fəaliyyətinin müstəqil. çərçivəsində müstəqildirlər. Məsələn, Nicat müəllim, Atalim müəllim, Mürvət müəllim qarşılıqlı fəaliyyət göstərir. İndi gələcək qruplarımızda Gülay müəllimə. Bəli. Aha, amma hər öz səlahiyyətində müstəqildir. Mən gedib qarışa bilərəm Nicat müəllimin dərsinə? Yox. Xeyr. Mən nə bilirəm informatika nədir? Düzdür Leyla? Aha. Və yaxud da Bəli. Atalim müəllimin dərsinə qarışa bilərəm? Xeyr. Yəni hər öz səlahiyyətində müstəqildir, amma qarşılıqlı fəaliyyət göstəririk, sizi öyrədirik. Bax bu hakimiyyət qolları da elədir. Xalqa xidmət edirlər qarşılıqlı fəaliyyət göstərməklə, amma hərəsi öz səlahiyyətində nədirlər? Müstəqil. Əla. Müstəqildirlər. Dövlətimizin başçısı kimdir? Prezident. Prezident. Respublikasının prezidenti. Ay sağ ol. Bu ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətinin nə edir? Təmsil. Təmsil edir Ay, Azərbaycanı. Məsələn, deyə bilərikmi? Prezident ölkənin daxilində Azərbaycan dövlətini təmsil edir. Bəli. Yox, elə də olar, xaricində də var da. Bəli, olur. Məsələn, deyə bilərikmi? Dövlətimizin başçısı xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Onlar. O da olar. Ay. Hansı subyekti təmsil edir? Dövləti. Dövləti. Azərbaycan dövləti. Azərbaycan dövlətini. Hansı subyekti təcəssüm etdirir? Xalqın Xalqın vahidliyi. vahidliyini təcəssüm etdirirdi də. Ay sağ ol. Nəyi təmin edir?
Azərbaycan dövlətçiliyin varislik Varis. təmin edirdi. Bəli, Təmin. dövlətçilik mi? Məsələn, imtahanda yazmışdı ki, Azərbaycan Respublikasının varisliyini təmin edir. Düzdür? Dövlətçiliyinin. Dövlətçiliyin. Prinsipi uşaqlar, Azərbaycan dövlətinin varisliyini yazmışdı bir dəfə. O cümləni düz götürmüşdü, amma o da səhvdir. Dövlət başqa şeydir, dövlətçilik ənilləri başqa şeydir. Aydındır? Yəni eramızdan əvvəl Manna dövlətindən başlayırıq ta bugünkü günə qədər Azərbaycan Respublikası bax bu gəlib bu çatıb bu yol necə adlanır? Dövlətçilik. Aydındır? Ay sağ ol. Əslində onu səhv götürməlidir. Axı indi Səhv bizə məsələn götürməmişdi Fatimə, düz götürmüşdü onu. Mənim də Elə uşaqlarım düz götürməliyik. Bəli, bəli. O əslində apellyasiyalıq bir sual idi. Prosta həmin vaxtda ərəfədə səhv eləmirəmsə. Aha. Demək uşaqlar, Azərbaycan dövlətinin müstəqilliyinin təminatçısı kimdir? Prezident. Ay. Prezident. Bəs tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin bağlanmasının təminatçısıdır, yoxsa riayət olunmasının təminatçısıdır prezident? Riayət olunmasını. Düzdür, Riayət prezident o olunması. müqavilələri bağlayır. Amma nəyin təminatçısıdır? Sırf onu başımızın üstündə əlaqədar subyektlərin başının üstündə durur ki, riayət edin. Düzdür? Aha. Evet. Bəs uşaqlar, Konstitusiyaya əsasən prezident icra hakimiyyətin müstəqilliyinin təminatçısıdır. Xeyr. Ehtiyac Xeyr. yoxdur xeyr. Ehtiyac yoxdur. Zaten prezident icra hakimiyyəti ona mənsubdur. Onsuz da onun təminatçısı olacaq. Düzdürmü? Yəni Konstitusiyanın prezident üzərinə belə bir vəzifə qoymasına ehtiyac yoxdur. Onsuz da onundur da. Elə bil mənə deyirlər ki, Fatimə, sən Ahunurun belə deyək də sağlamlığının təminatçısın. Bunu mənə deməyə ehtiyac var. Bu vəzifəni mənim üzərimə qoymağa ehtiyac var? Yox. Xeyr. Öz uşağımdır da onsuz da. Oldu mu? Aha. Amma məhkəmə hakimiyyətin müstəqilliyinin nə idi prezident? Təminatçısıdır. Ay, niyə? Çünki uşaqlar, icra hakimiyyətin, niyə bax sizcə niyə? Bunu əslində mən dedim, sonra yayıldı. Qoy bir dənə bu bir qəşəng də bir olsun bir şey. Deyək, niyə bax prezident məhkəmə hakimiyyətin müstəqilliyin təminatçısı? Niyə onun üzərinə belə bir vəzifə qoyur Konstitusiya? Güc strukturu olsun da. Ay, Prezidentin. bəli. Deyirik ki, prezident icra hakimiyyətinin güc strukturu var. Aydındır? Amma məhkəmə hakimiyyətinin güc strukturu yoxdur. Ona görə də deyir ki, ay prezident, güc strukturu sənin əlində olduğuna görə nə et? Məhkəmə hakimiyyətinin müstəqilliyinə qoyma kimsə qarışsın. Sənin belə bir təminatçı rolunda oyna. Aydın oldu? Güc strukturu icra hakimiyyətində olduğu emil üçün. Aydındır? İndi uşaqlar, silahlı qüvvələri hansı subyekt yaradır? Prezident. Azərbaycan Respublikası. Azərbaycan Respublikası. Azərbaycan Respublikası. Aha, nə üçün yaradır? Öz təhlükəsizliyini öz və təhlükəsizliyini müdafiəsini təmin etmək məqsədilə. Ay, sağ. Nədən ibarətdir silahlı qüvvələr? Azərbaycan ordusundan və başqa Ordusundan və başqa silahlı birləşmədən ibarətdir. Müzəffər Azərbaycan Respublikasının ordusu yox, nə deməliyik? Müzəffər Azərbaycan Respublikasının silahlı qüvvələri. Qüvvələri. Düzdürmü? Əla. Uşaqlar, Azərbaycan Respublikası müharibəni rədd edir. Cümləmiz düzdür? Xeyr. Xeyr. Azərbaycan Respublikasının ərazisinə qəsd olduqda Azərbaycan Respublikası müharibəni rədd edir. Yox. O da Solu səhvdir. Yenə də yox. Qəsd olunanda niyə Aha. rədd etsin? Biz nəyik uşaqlar? Belə döyüşkən millətiyik, düzdürmü? Ay, sağ. Bəli. Təbii ki, biz müharibəni rədd edə bilmərik. Amma başqa dövlətlərin müstəqillinə qəsd olanda Azərbaycan Respublikası nə edir? Onu da rədd edir. Müharibəni Onu da Müharibəni rədd rədd edir. edir. Bəli. Deyir ki, məsələn, beynəlxalq hüquqla hansısa bir ölkə yurisdiksiyası tanınıb, adlı dövlətdir. Bir adlı dövlət. Əgər sən onun müstəqillinə qəsd etsən, mən bu müharibəni nə edirəm? Rədd edirəm. Yəni sən onun müstəqilliyinə toxunma. Düzdür? Bir də ki, beynəlxalq münaqişələrin həlli üsulu kimi nə edirəm? Müharibəni rədd edir. Aynen. Yəni, əgər bu müharibə olmasa, bir beynəlxalq münaqişə həll olunacaqsa, bu zaman nə olar? Mən bu müharibəni rədd edirəm. Deyirəm, müharibə olmaz. Oldu mu? Və kim prezident olur, avtomatik o Ali Baş Komandan olur, silahlı qüvvələr. Düzdür uşaqlar? Bəli. Başqa dövlətlərlə münasibəti necə qururuq?
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında. Əla. Beynəlxalq hüququn da 10 dənə norması var. Müsahibələr üçün ən məşhur suallardan biridir. Burada deməyimizə ehtiyac yoxdur, amma prinsipi müsahibələr üçün hazırlaşan tələbələr onu bilməlidir. Ərazimiz necədir? Vahiddir, toxunulmazdır, bölünməz. Toxunulmazdır. Bölünməzdir. Xəzər dənizin Azərbaycana mənsub olan bölməsi və ya da Xəzər gölünün Azərbaycana mənsub olan bölməsi Azərbaycan ərazisinin nə idir? Tərkib Tərkib hissəsi. hissəsidir. Daxili sularımız, O da. Onlar da tərkib hissəsidir. xarici sular falan yazır orada. Yox, təbii ki. Aha. Bir də üzərimizdəki Hava Hava məkanı. Hava məkanı. ərazimiz Azərbaycan özgənkləşdirilə bilər. Xeyr. 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 Heç bir hektarı da heç kimə vermirik, düzdürmü? Bəli. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə nə etmir? Vermir. Vermir. Məsələn, imtahanda yazmışdı güzəştə get. Yox, ümumiyyətlə kimsəyə nə etmir uşaqlar? Vermir. Düzdür? Bəs dövlət sərhədlərimiz dəyişdirilə bilər? Bəli. Referendumla ola bilər. Ümumiyyətlə biz keçmişik ki 95-ci maddənin 18-ci bəndinə, 109-cu maddənin 18-ci bəndinə uyğun olaraq, müvafiq olaraq həm Milli Məclis, həm də prezident ölkədə referendum təyin edə bilər. Düzdürmü? Mhm. Amma məsələ dövlət sərhədlərinin dəyişdirilməsidirsə, burada prezidentin referendum təyin etmək hüququ nə edir uşaqlar? Məhdudlaşır. Çünki əgər dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi üçün referendumu kim təyin edə bilər yalnız? Milli Məclis. Ay sağ. Bəs uşaqlar, kimin iradəsi ilə dövlət sərhədi dəyişir? Xalqın, Azərbaycan xalqının. Əla. Azərbaycan Referendum xalqının. keçirilir. Xalqın iradəsi ilə referendum keçirilirsə, bu artıq birbaşa olaraq nə deməkdir? Xalqın iradəsi deməkdir. Düzdür? Amma filan gün ay xalq get referenduma və dövlət sərhədi dəyişdirilsinmi, dəyişdirilməsinmi iştirak elə, hə, yox de. Bu kimin olur? Kim təyin edir o referendumu? Milli Məclis Hansı hüquq aktla? qərarı ilə. Konkret məsələ qərar. Neçə səs çoxluğu? Ən azı 83 qərarda 63 qərardır. 83 qərar. Dövlət sərhədlərinin dəyişdirilməsi Referendum 83 idi. Qərar deyirsiz? Aha. 63 63 qərardır. qərar. Deməkdir. 83 qərar yoxdur. orada. 83 qərarlar hansılar idi? Ombudsmandaydı. Məsələn, ombudsman İşte seçilməsi, bilirdim. kənarlaşdırılması, konstitusiya apellyasiyasının Hakimlər idi. kənarlaşdırılması. Ay, Bəli. hamısı yoxdur, konstitusiya apellyasiya. Dən 3 dənə o dedizə, 3 dənə maddə varsa, o var da maddə olanlar. Mhm. Bir də bir dənə başqa var idi 83. Fikirləşin görün o hansı idi? Referendum. Yox da dediyi 63 qərardır. Yaxşı. Dövlətin ali məqsədi. Uşaqlar, bizim hamımızın həyatda bir məqsədimiz var da. Məqsədimiz olmasa yaşaya bilmərik. Düzdür? Düzdür. Mən elə çox həyatda məqsəd qoyan bir insan deyiləm. Yəni mənim biraz həyat özüm üçün fərqlidir. Aha. Amma yəni dövlət varsa, Ləman, demək Şərif, bu nə üçünsə var da, düzdürmü? Hop, hə, mən dövlətəm, belə yox da. Sən demə bir dövlətin də bir ali məqsədi var. İndi bizim də dövlət deyir ki, mənim bir ali məqsədim var ki, ümumiyyətlə yer üzündə nə qədər insan var, vətəndaş var, onun hüquq azadlığını nə edim? Təmin edim. Yəni hər hansısa bir məsələ olanda mən onu təmin edim. Yəni heç kimin Ləman nə etməyim? Hüququn azadlığın yersiz yerə məsələn məhdudlaşdırmayım, onlara nəyisə etməyim. Bu mənim bir ali məqsədimdir. Bəs layiqli həyat səviyyəsini kimə təmin edirəm deyir, bu mənim ali məqsədimdir. Necə öz vətəndaşlarına. Ay, vətəndaşlarına. bəli. Məsələn, burada həmişə mən zarafat edirəm ki, bir fransız vətəndaşına Makron getsin ona layiqli həyat səviyyəsini təmin etsin. Nəyimizə lazımdır? Düzdür? Və yaxud da başqa birdir. Amma məsələn, mənə layiqli həyat səviyyəsini təmin etmək, sənə layiqli həyat səviyyəsini təmin etmək dövlətimizin nə edir? Ali məqsədi.
məqsədi. Bəli. Və bu konvensiyada sadalanan insan vətəndaş hüquqları, azadlıqları tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq nə edilir? Tətbiq Tətbiq edilir. edilir. Tətbiq edilir. Bunu da həmişə 29-cu maddəyə çatanda izah eləyirdim. Düzdürmü? Çünki burada deyirdim bunu izah edəsəm də bizə hələ yəni tam olaraq qavramayacaq. Ona görə qalsın bu cümlə 29-cu maddəyə. Mülkiyyətimiz toxunulmaz dövlət tərəfindən müdafiə olunur. Hansı maddədədir bu? Mülkiyyət. Mülkiyyətdədir də o müəllimə. Bəs xüsusi mülkiyyəti dövlət tərəfindən qorunur. O 29-cu maddədədir Mülkiyyət də. hüququ tətbiq olunur. Mülkiyyət Hüququndadır. hüququ. Neçə növü var mülkiyyətimizdən? Mülkiyyətin 3 növü var. Xüsusi, bələdiyyə, bir də mülkidir. Dövlət. Dövlətin Dövlət. mülkidir. Əla. İndi varım var, dövlətim var, özü və düzdür? Hı -hı. Hı -hı. Mülkiyyətdən necə istifadə edilə bilməz? İnsan İnsan vətəndaş vətəndaş hüquqları hüquqlarına azadlıqları, azadlıqlar. Hı -hı. cəmiyyətin və Mənafelərinə, dövlətin şəxsi Cəmiyyətin, ləyaqətin əleyhinə dövlətin istifadə edilə mənafi, bilməz. şəxsiyyətin ləyaqəti. Ləyaqəti. Düzdürmü? Bəli. Məsələn, deyir varım var, dövlətim var, şəxsiyyətin məsələn kömək məqsədi ilə istifadə edə bilərsən. Təbii ki, bunu heç kim bizə qadağa qoya bilməz. Düzdürmü uşaqlar? Aha. Amma şəxsiyyətin ləyaqəti əleyhinə istifadə etmək bu nədir? Olmaz. Aysa. Maşallah da bizim də hər bir addımda heç mülkiyyəti demirəm. Biraz nəysə olan kimi başlayırlar özlərindən çıxmağa. Yəni hər bu günlərimdə qarşılaşmışam. Mənə yəni ən çox pis təsir edən məsələlərdən biridir uşaqlar. Mənə qarşı yox, ümumiyyətlə yəni. Aha. Günlərə təbii ehtiyatlar hansı subyektə mənsubdur? Hı -hı. Müəllimə, üzr istəyirəm. Bayaq dediniz 83 səslə qərar. O iclasların qapalı keçirilməsi idi. Allah, bəli. Növbədən Hmm. kənar, növbəti iclasların, yəni sessiyalarda olan Qapalı iclasların, keçirilir. bəli, açıq keçirilir. Amma demişdik, əgər 83 deputat tələb edərsə və yaxud da dövlət başçısı təklif edərsə, sessiyaların iclasları necə keçirilə bilər? Qapalı keçirilir. Qapalı. Əslində demişdik ki, Konstitusiyamız 95-ci Qapalı ildə qəbul keçirilə bilər. olunanda, bəli, bu müddəa burada yox idi. Amma sonradan bu müddəa Konstitusiyada müvafiq maddəyə əlavə olundu və sessiyaların, iclasların qapalı keçirilməsi halları da müəyyən olundu. Düzdürmü uşaqlar? 2009-cu ildə. Təbii ehtiyatlar kimə mənsubdur? Azərbaycan Respublikası. İqtisadi inkişaf və dövlət. İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növünə əsaslanaraq nəyə xidmət edir? Xalqa rifahı. Xalqın rüsumlarının yüksəldilməsinə. Aysa. Oldu günləri. Allah şəfa versin. Hansı yönümlü iqtisadiyyatdır bizdə uşaqlar? Sosial yönümlü. Və dövlətimiz buna nə edir? Şərait yaradır. Şərait Şərait yaradır. Bəs azad sahibkarlığa dövlət nə edir? təminat verir. Təminat Bu verir. hansı maddədədir? Məsələn, Təminat verir. dövlət azad sahibkarlığa təminat verir. Hansı maddədədir? İqtisadi İqtisadi inkişaf və dövlət. İnkişaf və Söhbət azad dövlətdədir. sahibkarlıqdan gedir. İqtisadi inkişaf və dövlət maddəsindədir. Məsələn, 59-cu maddə azad sahibkarlıq hüququnda deyil. Düzdür? Aha. İqtisadi münasibətlərdə dövlətimiz nəyə yol vermir? İnhisar. Haqsız rəqabət. İnhisarçılığa, bir də deyir ki, İnhisarçılığa, haqsız rəqabətə yol vermirdi. Azərbaycan dövləti, xalqın, hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi, layiqli həyat səviyyəsinə qayğısına qalır. Bu hansı maddədədir? Sosial inkişaf və dövlət. Əla. Qayğısına qalır. Bəli. O Dövlətimiz sosial nələrin inkişaf inkişafına və yardım dövlətdə idi də o. Bəli, bəli. Dövlətimiz nələrin inkişafına yardım göstərir? Mədəniyyətin, təhsilin, Mədəniyyət, səhiyyənin, təhsil, Elmin, Elmin, incəsənət. ilm- Düzdür? Hı. Mədəniyyət Nazirliyimiz var, Elm Təhsil Nazirliyimiz var, Səhiyyəmiz var nazirlik olaraq. Bir dənə də yanına nə qoşuruq? İncəsənət. Məsələn, bu incəsənət Nazirliklər demişdiniz də, yazır. bilmə, incəsənəti. Bəli. İqtisadiyyat yazır. Burada yox, incəsənət olacaq da. İndi bunların yanında incəsənət daha yaxşı. Məsələn, uşaqlar, dövlət hansı irsi qoruyur? Bir dəfə imtahanda düşüb bu sual. Tarixi, maddi, mənəvi. Xalqın tarixi irsini, xalqın maddi irsini, xalqın mənəvi irsini. Düzdür? Amma desəm ki, dövlət nəyi qoruyur? Plusda bunlara plus olaraq nə? ölkənin təbiətini. Ay, irs olaraq desək, təkcə bura. Amma nə qoruyur desək, bunun hamısı. Düzdür? Hı. Əlasınız. Cəmiyyətin əsas özəyi kimdir?
Ailə. Ailə. Ailə dövlətin xüsusi himayəsindədir. Doğrudur. Doğrudur. Hı -hı. Bəli. Dəstəsi Bəli də. ailə dövlətin Özəyi kimi himayəsindədir. O da doğrudur. O O da da doğru. Amma o hansı maddəyə əsasən? Nikah. Ailə Doğru, şərtdir. Nikah Nikahdadır. hüququ. Nicahdadır o, nicahda. Düzdür. Doğrudur deyə Çünki bilərəm. orada var ki, nikah və ailə dövlətin himayəsindədir. Yəni ayrıca da deyə bilərik, ailə dövlətin himayəsindədir. Oldu? Prosta maddə fərqliliyi var. Hı -hı. Uşaqların qarşısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Və uşaqlar bu Borcudur. borcun Bəli. yerinə yetirilməsində nəzarət funksiyasını kim daşıyır? Dövlət. Əla, Dövlət nəzarət bəli. edir. Uşağın var, amma heç nə etmir də uşaq. Doğru. Düzdürmü uşaqlar? Qanundan kənar heç nə etmir. Valideyni qəyyumu yoxdursa uşağın, dövlət nəyə götürür onu? Himayəsinə götürür. Himayəsinə. Dövlət onu himayə götürür o zaman. Uşaqlar dövlətin himayəsindədir. Cümləm düzdür? Yox, düz olmayacaq. Səhvdir. Valideynin qayğısına Uşaq evdə Valideynin və yanımızda. qəyyumu olmayan uşaqlar. Bəli, valideyn qarşısından məhrum olan uşaqlar. O olan uşaq. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır uşaqlar? Onlar həyatının həyatına, sağlamlığına, sağlamlığına, Mənəviyyata. mənəviyyata təhlükə yaradan fəaliyyətlər cəlb etmək olmaz. Neçə yaşına Qadağan. çatmamış uşaqlar işə götürülə bilməz. 15. 15 yaşına çatmamış 15. uşaqlar. Süpersiz. Uşaq hüquqlarının həyata keçirilməsinə kim nəzarət edir? Dövlət nəzarət Din edir. dövlətdən ayrıdır, yoxsa dövlət dindən ayrıdır? Din Onu da dövlətdən dövlət. ayrı. Ay, dövlətdən dövlət ayrıdır. məntiqlə uşaqlar dövlət dindən ayrıdır deyə bilmərik. Bu bizim hüquq sistemimizə zidd. Düzdürmü? Bilməyənlər də bilsin. Amma desək din dövlətdən ayrıdır, bəli, biz dünyəvi nəyik? Respublikayıq. Hüquqi Respublikayıq. respublikayıq. Çünki bütün dini etiqadlar qanun qarşısında Bərabər. Bərabərlik. Ay, sağ ol. İnsan ləyaqətini alçaldan dinlərin təbliği qadağandır. Bəli. Bəli. İnsanpərvərlik prinsipinə zidd olan dini cəryanların yayılması qadağandır. O da düzdür. Təbliği qadağandır. Klassik bir sual. Dövlət təhsil sistemi dünyəvi xarakteri daşıyır. Hansı maddədədir? Din və dövlətdədir. Axırıncı cümləsi. Pul vahidimiz manatdır. Nə ilə müəyyən etmişik bunu? Konstitusiya ilə. Bəs bunu tədavülə buraxıb tədavüldən çıxarılması hüququ hansı subyektə mənsubdur? Mərkəzi banka. Mərkəzi banka. Mərkəzi bank dövlətin müstəsna mülkiyyətindədir. Yəni heç bir subyekt onu öz Bəli, əlinə bəli. almaz. Müstəsna mülkiyyətidir, Doğrudur. bəli. Niyə sırf Doğrudur. Mərkəzi bank? Aha, fikirləşin deyərsiniz uşaqlar. Necə müəllimə? Niyə Mərkəzi bank sırf dövlətin müstəsna mülkiyyətindədir? Özəlləşdirilə bilməz axı deyəsən ona görə. Hə də niyə sırf onu deyir? Niyə məsələn demir ki, Maliyyə Nazirliyi dövlətin müstəsna mülkiyyətindədir? Sırf Mərkəzi bankı deyir. Fikirləşin deyərsiniz Güney xanım. Bir yaxların fikirləşdiniz, tapdınız, düzdür? İndi bunu da fikirləşin. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin necə işlədilməsi qadağandır? Ödəniş vəsaiti kimi işlədilməsi Cümlə qadağandır. deyirəm, səhvdir, düzdür. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin işlədilməsi qadağandır. Yox, Yox. alış-veriş kimi də necə deyirlər ona? Ödəniş vasitəsi kimi Ancaq qadağandır. ödəniş Aha, Mən vasitəsi. dediyim cümlə səhvdir. Aha. Manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Doğrudur. Azərbaycan Respublikası. Yenə səhvdir. Azərbaycan Respublikasının ərazisi. Aha. Xarici gedib Başda. sən işlədə bilirsən. Bəli. Bax bu ərazisində ödəniş vasitəsi kimi. Mütləq cümlədə bu sözləri gözünüz axtarsın. Yəni bu cümlə düşən kimi buna baxın. Yaxşı Rəna? Dövlətə qarşı qiyam, dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borcları hansı subyekt öhdəlik kimi deyir, qəbul etmirəm və bunu ödəmirəm? Azərbaycan Respublikası götürmürdü. Ay, respublikamız. Doğru. Azərbaycan dili bizim nəyimizdir? Dövlət dili. Dövlət dili Azərbaycan dilidir. Amma ana dilim məsələn talış dili ola bilər. Düzdür Leyla? Bəli. Yaxud da Kürd dili ola bilər. Düzdür? Ləzgi ola Məsələn. bilər. Ay, sağ ol. Ana dili anlayışı fərqlidir uşaqlar. Dövlət dili Dövlət dili anlayışı başqadır. hamımızın, bütün Azərbaycan Respublikası vətəndaşlarının dövlət dili Azərbaycan dilidir. Amma bizim milliyyətimizdən asılı olaraq bizim ana dilimizdə dəyişir. Və 21 fevral nə günü idi? Ana dili günü. Ana dili günü. Ay, amma 1 avqust Azərbaycan dili əlifbası günüdür. Oldu mu? Hı -hı. Dövlət dilinin inkişafını respublikamız təmin edir. Azərbaycan Respublikası başqa dillərin sərbəst işlədilməsi inkişafını təmin edir.
Yox, əhalinin danışdığı. Ay, Əhali- Azərbaycan əhalinin- Respublikasının nə marağındadır? Afrikada hansısa bir qəbilənin dilinin inkişafını təmin eləsin. Düzdürmü? Öz əhalisinin danışdığı. Düzdür və bu bizim bir öhdəliyimizdir təbii ki, uşaqlar. Paytaxtımız haradır? Bakı şəhəri. Bakı şəhəri. Ay, bəs uşaqlar. Paytaxtımızı dəyişdirib məsələn etmək istəsək, nə bilim, Yevlax Hə, ya inşallah. da Dəyişə Beyləqan. bilərik. İndi ola bilər də uşaqlar. Beyləqan qədim şəhərdir. Niyə də olmasın? Özü belə prinsipdə yaxşı yerdə də yerləşir. Aha. Nə etməliyik onda? Dəyişə bilərik, Referendumu referendum keçirməliyik Aa, çünki bunda. Bakı sözün dəyişib, məsələn, Beyləqan ediriksə, bu artıq nədir? Dəyişdik də Bəli. sözü və bu bir yaxda dedik konstitusiya dəyişiklik necə olur? Referendumla. Əla. Dövlətimizin rəmzləri nədir? Gerbimiz, himnimiz, Dövlətimizin bayrağı, bayrağımız. dövlətimizin gerbi, Gerbi dövlətimizin himni. himni. Ay sağ. Mavi, qırmızı, bir də nə? Yaşıl. 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 Uşaq vaxtında bizə səhv öyrədilmişdir. Göy, qırmızı, yaşıl. Bəli, nə öyrənirsə həqiqətən o beynimizdə o qalır. Hətta Ay hemen sağ. çaşıram. İndi də düzəldirlər yavaş-yavaş, amma məktəblərin çoxsunda uşaqlar orada məsələn bayrağın mənalarını görəndə baxa bilərsiniz. Yazıb göy bu rəng mənası budur, nə bilim qırmızı mənası budur. Hələ də səhvliklər olur. Eninin Bəli. uzunluğuna nisbəti Birin içiyədir. aha. Bəs uşaqlar, hansı rəngin üzərində, hansı rəngdə ay para 8 güşəli var? Qırmızı zolağın Qırmızının düzü. üzərində Üzərində Ağ ağ rəngli. Ağ Düzdür? rəngdə. Ay, çaşır burada, çaşdırmaq üçün yazır qırmızı rəng. Sən də baxırsan cümlə hamısı düzdür. İş burada bir dənə orada ağın qırmızı dəyişikliyini görmürsən. Ona görə fikir vermək lazımdır. Bayrağın, gerbin təsviri nə ilə müəyyən olunur? Konstitusiya qanunu ilə. Aha, himnin musiqisi və mətni O da konstitusiya qanunu. hansı? O qanun Konstitusiya qanunu. qanunuydu.